Hər vaxtınız xeyir, əziz xanımlar və cənablar, dəyərli işinin adamları və yaxud işinin adamlarının fəaliyyətini həmişə rəğbətlə izləyən dostlar, xoş gördük hər birinizi. İşin adamı hal-hazırda həm eşidilir, həm də ki izlənilir. Necə deyəcəyəm. Bilməyənlərə də məlumatımız istərdik ki, ötürülsün. Çünki həftə içi 5 gün saat 16:30-dan 17:30-a qədər 1 saat ərzində bizim proqramı yurdumuzun FM-ində, Yurd FM-də 90.7-də həm izləyirsiniz, həm də ki dinləyirsiniz. Yeganə 4-cü gündür. Saat 4-dən 5-ə qədər onda da yayımda oluruq 1 saat ərzində və hər efirimizdə 2 nəfər işin adamları, maraqlı insanlar, öz sahələrinin mütəxəssisləri qonaq olurlar. Bu gün də istisna deyil və bu gün də İşinin adamı studiyadadır. Bəli, işinin adamı studiyadadır. Hal-hazırda qonağımız elə bir sahənin nümayəndəsidir ki, yetəri qədər həmin şirkət maşallah olsun ölkədə, ölkə hüdudlarından kənarda. Hətta mən gəlişi gözəl cümlə kimi, söz kimi olmasın, düşünürəm ki, kim əgər bu sahədədirsə, dünyada belə ciddi şəkildə bu işlə məşğul olursa, bu şirkəti tanımırsa, deməli o şirkət belə zəif şirkətdir. Ya da ki, tanıyır, özünə yerə qoymur. Söhbət Qardaşlar Mebeldən gedir. Qardaşlar Mebel Qapalı Səhmdar Cəmiyyətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Arzu xanım Salman bizləndir. Arzu xanım, xoş gəlmisiniz. Xoş gördük sizləri və hər kəsi. Hər kəsi siz də salamladınız. Bugün fəaliyyətinizdən danışacağınız məqamlar çoxdur. Gəlin xatırlatmayaq. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, 099 6 907 907 nömrəsi ilə əlaqə saxlayarsınız. Biz isə başlayaq. Arzu xanım, necə gedir işləriniz, necədir layihələr, Qardaşlar Mebel haqqında bizə məlumat verərsinizmi? Əla, təşəkkür edirik öncə. Biz təşəkkür edirik. Üçün Qardaşlar Mebel artıq yetərincə bazarda öz mövqeyini qoymuş şirkətdir. Bu il bizim 10 ilimiz tamam olur. Xeyirli 10 olsun. il yubiley tədbirlərimiz olacaq. Bunun özəl xüsusi kampaniyalar olacaq. Hər birinizi gözləyirik bu fürsətlərdən yararlanmağa. Biz 10 illik fəaliyyətimiz dövründə bir sıra uğurlara imza atmışıq. İstər B2B, istər B2C, istər pərakəndə sahələrdə. Və adan ziyə deyərdim ki, bütün mebel kateqoriyalarında istehsalla biz məşhuruq. İstər ev mebeli, istər ofis mebelləri, səhiyyə, təhsil, hərbi sistemlər üçün seyflər var bura daxil olmaqla. Çoxdur. Arzu xanım, sizcə nəyə görə elə insan var ki, o insanlar böyük uğurlar qazanmayıb, amma özlərindən gür-gür danışırlar. Və nəyə görə mənə maraqlıdır ki, elə insanlar var ki, elə şirkətlər var ki, həqiqətən uğurludular. Amma onlar bu uğurlarını sanki gizlətmək, biraz təkəbbürdənmi, uzaq olsun deyə narahatdılar. Siz həqiqətən ciddi işlər görürsünüz. Ucadan gəlsin səsiniz, zəhmət olmasa. Belə ürəklə danışın, çünki haqqını vermişsiniz bu işin. Mikrofonu biraz da daha yaxın, bəli. İndi bizim dostlar elə texniki görüntü, texniki məsələdə kömək eləyəcəklər. Mənim bir məlumatım olacaq. Viva La Vida haqqında o görüntüləri təqdim eləyək. Mən o Viva La Vida haqqında danışdığım müddətdə o məsələni həll eləyərsiniz. Dostlar, birlikdə İnşallah ki, qəşəng bir efirimiz baş tutacaq. Əziz dostlar, Viva La Vida nədir? Viva La Vida haqqında danışaq. Görüntülərdən də görürük. 2025-ci ilin aprel ayında Sibrizdə Kaspi Mayerin və yeni reabilitasiya zonasında açılış və Viva La Vida ümumiyyətlə konseptinə, anti-aging konseptinə uyğun tədbir keçirilib. Və bu tədbirdə dəyərli mən rəhbər və təşkilatçı Həcər xanım Cəfərovaya uğurlar arzu edirəm. Tərəfdaş Avropadan gələn İlona Ansonidir. Həmçinin kreativ direktor Bikə xanım Mirqasımova və layihə meneceri Fidan xanım Qurbanlı. Bütün komandaya uğurlar arzu edirik. Sevinirik ki, Azərbaycanda belə dəyərli insanlar var. Vətənimiz üçün çalışırlar. Davam edirik efirimizə və işinin adamında hal-hazırda biz işin adamı ilə söhbətimizi davam etdirək. İşinin adamı davam edir. Marsol Group
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. Sponsor məlumatı. Sponsorlarımız var efirimizdə. Efirimizin baş sponsoru Crystal Group of Companies'dir. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies Açıq Səhmdar Cəmiyyəti beton və mebel sektorlarında böyüyərək uğurlu layihələrə imza atıblar. Ətraflı birazdan məlumatımız olacaq. Amma işin adamı davam edir. İşinin Adamı. Bir daha vurğulamaq istəyirəm. Efirimizin qonağı Arzu xanımdır. Arzu Salman qardaşlar mebelini təmsil edir. Hal-hazırda Arzu xanım, mebel sektorunda vəziyyət necədir ümumiyyətlə Azərbaycanda bu dəqiqə? Sektorda son dönəmlər, son illər deyərdim ki, inkişafda yetərincə dinamiklik müşahidə olunur. Bura daxildir istər müştərilərlə olan xidmətlər, istərsə də təqdim olunan dizaynlar, məhsulların keyfiyyəti. Yəni öncəki illərə nisbətən olduqca böyük inkişaflar var. Bura daxil edə bilərik həmçinin innovasiyaları. Görüntülərdən də var da, mən bilən yox. Qardaşların görüntülərini də verərik dostlar efirdə. Aha, buyurun. Bəli. Rəqabətlə bağlı biraz danışmaq istəyərdim, elə söz açılmışkən. Son dönəmlərdə sektorun şirkətləri ilə, istehsalçıları ilə bərabər xarici idxaldan olan şirkətlərin rəqabət üstünlüyü. Məsələn, burada biz deyə bilərik ki, yerli istehsalçılar artıq keyfiyyətə daha çox önəm verirlər. İstehsal prosesində müştərilərə... Elə biz o prosesi görürük hal-hazırda. Maşallah olsun. Bu bizim fabrikamızdır. 450 nəfər artıq işçi heyətimiz var. Maşallah. Metal, xrom, taxta, MDF-lər və hətta deyərdim ki, öz istehsalımız olan kreslolar belə var. Siz daha çox ofislər üçün, korporativ belə deyək də, mühit üçün, dövlət qurumları üçün fokuslanmısınız? Aparıcı istiqamətimiz elədir, bəli. Amma bununla məhdudlaşmırıq. Pərakəndə də individual sifarişlər qəbul edirik. Hansı ki, bu da yerli istehsala bir növ təkandır. Çünki daha öncə illərdə belə deyərdim ki, insanlar öz mebel tədarüklərini daha çox İtaliya, Türkiyə və Çin bazarlarından gətirməyi üstünlük bilirdilər. Lakin sonradan yaranmış bəzi problemlər səbəbi ilə, məsələn, satışdan sonraki xidmət. Müştəri məhsul sifariş edirdi evinə və onun hər hansı bir detalı çatışmadıqda və yaxud da belə tanış məsələlərdə, tanış mövzularda. Bizə balaca detalı həmişə o Rusların sözü var, zakon pozulur. Balaca bir dənə detal bütün adamın əhvalını, o həvəsini öldürürdü, gedirdi. Öldürürdü və aylarla gözləməyə məcburiyyətində qalırdılar. Amma yerli istehsalın gözəlliyi də odur ki, heç bir gözləntiyə səbəb yoxdur. Hətta bizi misal çəkmək istəyirdim ki, nəsə çatışmadıqda və yaxud da əlavə bir istək olduqda həmin gün bunu aradan qaldırırıq və müştərilərlə münasibətdə ən önəmlisi satışdan sonraki xidmətdə biz çox operativik bu barədə. Belə deyim, şirkətə gələn müraciətlərdən, hansı ki, yeni istehlakçıdırsa əgər, bazarda olan etimadsızlıqdan çox danışır. Yaralı müştərilər deyək biz buna, bəli. Qəşəng yanaşmada. Digər şirkətlərdən çox böyük mənəvi zərbələr alırlar, gəlirlər ki, məsələn, məhsul veriblər, amma zəmanət xidməti göstərmirlər və yaxud da deyilən vaxtdan gec təqdim edirlər. Bu il bizim rəhbərimiz Əli Mirzəyev bununla bağlı çox gözəl bir təşəbbüsə imza atdı. Hansı ki, artıq bu etimadsızlığı aradan qaldırılacaq bir layihədir və çox innovativ bir layihədir. Burada insanlar sifariş etdiyi mebellərin hansı prosesdə olduğunu onlayn izləyə bilirlər.
Bəli, bəli, çox gözəl bir layihədir. O necə izləyirlər? Proqram vasitəsilə, yoxsa məlumat necə olur? Bu bir platformadır, amma biz bunu öz rəsmi saytımıza inteqrasiya edirik və orada müştəri öz məlumatlarını daxil edərək məhsullarının hansı bölmədə olduğunu, neçə günə təhvil alacağını, hər bir şeyi detallı görə bilirlər. Çox qəşəng icadır bu. Bəli, elədir. Və o söz var, adətən biz demək olar bütün şirkətlərdən tez-tez eşidirik. Hə, biz müştəri məmnuniyyətini düşünürük, müştərinin istəyi bizim üçün şərtdir. Bax, əziz dostlar, belə məqamlarla, belə ciddi yatırımlarla həqiqətən də müştərini düşündüyünüzü göstərmək lazımdır. Çünki mən indi sektoru bilirəm axı. İndi siz onu deyəndə mən avtomatik biraz belə qurtdu onun o maddiyyatını düşündüm. Avtomatik ən azı bu qədər yatırım eləmisiniz. Bir dənə sadəcə müştəri girəndə bilsin ki, proses nə yerdədir. Bu möhtəşəm addım, yəni. İgidin haqqını yemək olmaz həqiqətən. Çox sağ olun. Həqiqətən də bizdə sırf mebel sənayesində böyük bir etimadsızlıq yaşanır, çox böyük. Biz özümüz də o etimadsızlığı aradan qaldırana qədər, o müştərini qazanana qədər, inandırana qədər deyərdim, hətta ki, böyük bir əziyyətlərdən, proseslərdən keçmiş olurduq. Eyni zamanda bu böyük bir zövqdür ki, yeni müştəri qazanırsan, o artıq loyal bir müştəriyə çevrilir. Müştərilərin də loyallığını, belə deyək, statistikada göstərən ən önəmli bir məqam da odur ki, biz aylıq, məsələn, statistikləri analiz edəndə orada görürük ki, məsələn, 5 müştəridən 3-ü referans müştəridir. Bu, bir brend üçün çox böyük bir uğurdur, deyərdim. İstər marketinq tərəfdən, istərsə də satış tərəfdən. Çünki referans müştərilər ən çox qalıcı, ən, belə deyək, motivasiya verici müştərilərdir. Hansı ki, o razı qalır və artıq digər ətrafını da yönəldir. Özü də loyal müştəriyə çevrilir və ətrafı da. Və həqiqətən də Azərbaycan kimi kaprizli, çox vaxt, yaxşı, özüm də o sıraya qoyum, heç kim inciməsin. Yəni, 90% hallarda nə istədiyini bilib də, nə istədiyini izah edə bilməyən müştərilərin bol olduğu bir regionda yaşayırıq biz və özü də mebellə bağlı. Siz mebelləri müştərinin istəyinə uyğun dizayn edib gətirirsiniz, ərsəyə çıxardırsınız, yoxsa sırf özünüzün istehsal etdiyiniz kataloqlar var? Bizdə kataloqlar, seriyalar çox sayılıdır. Məsələn, ofis mebellərində daha çox korporativ, B2B, B2C bu müştərilər hazır məhsul axtarışında olduğu üçün onları da düşünərək biz müəyyən seriya ürətimlərlə məşğuluq və onun ikinci paralelində də məhdudlaşmadan, heç bir imkanı məhdudlaşdırmadan müştərinin A-dan Z-yə, istər orada məsələn MDF işləmələr olsun, CNC kəsimlər olsun, taxta, metal toz boya, hətta paslanmaz poladı belə bizim istehsalda var və bütün imkanlarımız vasitəsilə, texnologiyalar vasitəsilə İşçi heyətimizin də burada uğurunu vurğulamaq lazımdır ki, çox peşəkar işçi heyətimizlə biz onların individual istəklərini reallaşdıra bilirik. Əla, qəşəng. Bizim də efirimizin individual xarakterlərdən biri saat 45 olanda qısa fasilə elan etməkdir, amma mən 2 dəqiqə bu individuallığı açdım. Əziz izləyənlər və dinləyənlər, bir neçə dəqiqədən sonra görüşəcəyik yenidən. Marsol Qrup İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı davam edir. Əziz, dəyərli İşinin Adamını izləyənlər və dinləyənlər, həmçinin elə özü də işinin adamı olanlar, fərq etməz hansı sahədə çalışırsınız, fərq etməz hardasınız, bizi həm izləyə, həm də dinləyə bilərsiniz. Hətta bütün Azərbaycanda bizim 90.7, okey, paytaxt Bakıda deyək ki, bu dalğa üzərindən eşidilir, amma elə bu yaxınlarda Lənkərandan bir iş adamı ilə həm söhbət olanda o da bildirdi ki,
biz də sizi dinləyirik. Bu da bizi çox sevindirdi. Amma fərqli dalğada sadəcə siyahı çoxdur. Bütün Azərbaycan üzrə mən bunu deyə bilmərəm. Gəlin zaman itirməyək. Qardaşlar Mebel Kapalı Səhmdar Cəmiyyəti Marketinq və Kommunikasiya Departamentinin direktoru Arzu xanım. Arzu Salman bizimlə birlikdədir. Arzu xanım, bizim proqramda bir ənənə var. Yeni qoşulanda qısa fasilədən sonra yeni efirimizə dinləyən və yaxud izləyən, yeni baxanları da nəzərə alırıq. Qısa bir müqəddimə şəklində şirkətiniz haqqında məlumat, sonra isə mənim suallarım var. Olar? Lap yaxşı. Qardaşlar Mebel olaraq biz artıq 10 ildir ki, fəaliyyət göstəririk. Fəaliyyət sahələrimizi ofis mebelləri, korporativ mebellər, ev mebelləri, səhiyyə, təhsil, daha sonra hərbi mebellər və bir sıra mebel kateqoriyaları ilə istiqamətlən. Yəni otur işini gör də rahat-rahat. Bəli, bir sözlə otur işini gör. Hər tərəfli belə deyək, istehlakçılarımızı qucaqlamışıq. Həla. Bütün onların problemlərini aradan qaldıracaq mebellər irəli sürürük. Mən bilən, yalnız Azərbaycanda siz fəaliyyət göstərmirsiniz. Coğrafi sərhədləri maşallah aşıb işiniz və ixrac mövzularında da keçid alaq. O tərəflərdə necədir vəziyyət? Qardaşlar Mebel artıq 2020-ci ildən etibarən çox böyük qürur hissi ilə bildirmək istəyərdim. Amerika bazarına çıxış əldə edib və biz artıq 5 ildir ki, Amerikaya mebel ixrac edirik. Bunu çox adam bilmir. Buradan Amerikaya mebel göndərirsiniz. Bəli, eşidənlər də bir qədər inanmırlar, amma bu necə eləmişsiniz? Şans deyək, Allahın bir şansıdır. Yəni bizə qismət oldu və bununla da kifayətlənmədik. Amerikadan o tərəfə nə qaldı? Və elə 2025-ci ilin biznes strategiyasında biz böyük bir hədəf qoymuşduq ki, təkcə Amerika ilə kifayətlənməyərək MDB dövlətlərinə də çıxış əldə edək. Cəmaatın sonda elədiyini siz birinci eləmişsiniz, xəbəriniz var. Bəli, elədir və buna görə də elə Rusiyadan sifarişlər götürdük. Otel mebelləri çox böyük bir təcrübədir, olduqca böyük bir təcrübədir. Qapılar, seyflər, bütün otelə daxil olan mebellər bizim tərəfimizdən təchiz olunacaq. Otel də çox çətin mövzuda. Elədir, amma millimetr mövzusu gedir orada. Həqiqətən elədir. Və buradan da bizim işçi heyətimiz, idarə heyətimiz Moskvanı izləyərək canlı yayımlar vasitəsilə işçi heyətinə nəzarət edir. Yəni hər bir şey çox şəffaf formadadır. Bütün ehtiyaclar nəzərə alınıb. Baxın, mənə bir siz sözün yaxşı mənasına nə qəribə gəlir. Birincisi, sizin danışdığınız eninə uzunluğa əldə etdiyiniz uğurlar 10 il üçün çox gənc bir müddətdir. Yəni bu 10 ilə siz hələ indi danışdığınız, həyata keçirdiyiniz layihələri düşünməyə başlamalısınız. Bu bir. İkincisi, qardaşlar mebel olaraq adından bəllidir. Azərbaycan markası, Azərbaycan şirkətidir, Azərbaycan brendidir. Və Azərbaycanda bax belə bir zehni düşüncəyə sahib olan rəhbərlərin, idarəçilərin olmağı bir ayrıca insanı həm sevindirir, əgər biraz qəlbində azdan çoxdan bir yaxşı niyyət varsa, həm də insana motivasiya verir. Ki, məsələn, bunu qardaşlar belə eləyibsə, mən də eləyərəm. Elədir. Mənim bugünə qədər şəxsi biznesmen olaraq cəsarətim maksimum Özbəkistana çatırdı, Dubaya çatırdı, Türkiyə bazarına çatırdı. Amma artıq indi nə yalan deyim, mən də deyirəm ki, mən də bir gün Amerikada iş görərəm. İndi bir dənə qaldı o nə iş görməyimi fikirləşməm. Çox böyük bir bazardır Amerika və onların istəkləri, arzuları tam fərqlidir. Amma artıq bir müddət sonra o bazarı araşdırdıqdan sonra biz özümüzdə böyük bir təcrübə toplayaraq öyrəşməyə başlamışıq. Yəni onların artıq istəkləri, loru dildə desək, kaprizlərini həmin... Nədir onların kaprizi? Bax, Azərbaycan, gəlin bir də müqayisə eləyək. Azərbaycan müştərisinin istəyini, Amerika müştərisinin istəyi. Azərbaycan müştərisi belə deyək, çox detalcıdır. Siz bayaq da vurğuladınız, çox məsələn kaprizləri daha çoxdur. Onlarda isə tamam fərqlidir. Onlar gözlə görünən keyfiyyətə, kalitəyə deyək, daha çox üstünlük verirlər. Məsələn,
belə deyək, yerli bazar üçün tətbiq etdiyimiz bir boyadan orada istifadə edə bilmirik. Çünki onların istəkləri tam fərqlidir. Gözləntiləri tam başqadır. Necə yəni? Belə deyim, məsələn bizdə orta təbəqəni nəzərdə tuturam. Orta təbəqə elə bir məhsul istəyir ki, bunun həm də maliyyə tərəfi uyğun olsun. Və burada istifadə olunan boya artıq orayla müqayisədə daha aşağı belə deyim, qiymətə başa gəlir. Amma onlarda tam fərqlidir. Yəni onların bazarlarında daha dolğun və daha gözlə vizual olaraq görünən keyfiyyətə önəm verirlər onlar. Bizdə belə deyək, qiymətdir, amma onlarda keyfiyyətdir. Onlar bax görməlidir, gördüyünü də, şəkildə gördüyünü eynisini həyatda istəyən adamlar da belə başa düşdüm. Məsələn, orada real olaraq öncədən mütləq real şəkilləri görmək istəyirlər. Bizdə amma elə bir... Onu necə təmin eləmişsiniz ilk başlarda? Necə təmin etmişik? Və onlar da dollarla işləyir, yatırmışsınız, dollarla eləmişsiniz, atdığınız hər addımı vurur avtomatik 1,7-yə. Bəli. Biznesin qanunlarından biri də budur. Yəni, başlayan hər kəs məncə bunları gözə alaraq başlayır və uğur artıq bir yerdən sonra özü gəlir, tapır səni. Hətta qablaşdırmalar yollamadan öncə hər biri çox xüsusi paketlənir. Bizim Amerikaya ixrac vaxtı işçi heyətimiz xüsusi artıq ayrılıb olar ki, sırf hansı işçilər Amerikaya olan mallarda Azərbaycanlılardır. Bəli, bizim öz fabrik daxilimizdə səfərbər olurlar. Yəni paketlənmə olsun. Buradan göndərirsə orada qarşılayırlar, yoxsa buradan avtomatik bir komanda var, götürür, aparır ora? Xeyr, buradan göndəririk, orada qarşılayırlar. Orada bizimkilər qarşılayır, yoxsa? Bəli, orada da öz komandamız var, öz belə deyək, ofisimiz var. Hansı ki, əməkdaşlıq etdiyimiz şirkətlərlə çalışırıq orada. Bəli. Siz bayaq efirdən əvvəl dedimi, elə şirkətlər var ki, bir həddə çatırlar və sən orada artıq çalışanda maaş söhbət eləmirsən də, sən deyirsən fəxrlə və hər yerdə qohum qardaş da deyir, abi sən harada işləyir, bizim əmi oğlar ki, qardaşları işləyir, yaxşı da mənə də düzəltsin ora. Bu məsələlər olur. Allah, gözəl, zamanımız sürətlə irəliyir. Sizin öz şəxsi olaraq yanaşmanıza nəzər salanda bizim sizlə ilk ünsiyyətimizdir, ilk dəfədir, həm həyatda sizi görürəm, həm dəvət etmişik efirdə, ümumiyyətlə qardaşlar mebeli ilə bağlı necə oldu? Biz sizə müraciət etdik. Çox sıx şəkildə mən sosial şəbəkələrdə görürdüm. Çox lazımlı, indi mən biznes verilişinin aparıcısıyam, layihə rəhbəriyəm və biznes verilişinə aid olduğumuza görə də istərsən bu sektora həmişə nəzarətdə saxlayırsan da, baxırsan kim nə edir və s. Çox tez-tez qarşıma çıxır. Yalan olmasa son 3-4 ayda sizin şirkəti çox sıx-sıx adını eşidirəm, fəaliyyətini eşidirəm və s. Bundan irəli gələrək son dönəmlər əldə etdiyiniz uğurlar, Qarabağ olsun, indi efirdə Amerika danışdınız və s. və ilaxır. Tamamilə şirkət olaraq çox ciddi, çox uğurlu bir simanızın olduğunu gətirdi, çıxardı. Bunlar hamısı bir marketinq geliş adlarıdır. Bir də ki, danışdıqlarınız, indi biz o qədər marketoloqlardan oturub dururuq ki, görürsən ki, marketoloq üzr istəyirəm, təkcə öz marketinq tərəfini danışır, amma nə istehsalatdan xəbəri var, nə bunun texniki, bilmir ki, orada nə bilim tozu torpağı nədir. Siz əməlli işin hər nöqtəsində belə anlayıram varsınız və o istiqamətlərdə, məsələn, mən oturub sizdə indi bu dəqiqə sətəmindən də danışsam, siz onu danışasınız, uniformadan danışsam danışacaqsınız, mali hesabatlığından danışsam onu da danışacaqsınız. Necə bir sistem qurmuşsunuz? Bu sizin özünüzün təşəbbüsünüz, yoxsa sistem gətirir ona çıxarır ki, hamı hər şeydən xəbərdar olsun? Əslində, bizdə sistem də bir növ belədir. Çox gözəl bir təşəbbüsdür, nə baxımdan. Mən öz həmkarlarıma da həmişə önərirəm ki, əgər bir brenddəsinizsə və bir məhsul olsun, xidmət olsun, təqdim edirsinizsə istehlakçıya, mütləq onun daxildən texniki tərəflərində bilməlisiniz və ən önəmlisi satışda da bir müddət vaxt keçirib
əlaqələrin, müştərilərin məsələn ehtiyaclarını, onların qarşılaşdığı çətinlikləri müşahidə etməlisiniz və artıq müştərinin brenddən nə gözləntisi olduğunu, nə istədiyini bildikdən sonra marketoloq olaraq ona arqument də gətirə bilirsən, onun ehtiyacını qarşılayacaq bir məhsulda önə çıxara bilirsən, kampaniya irəli çıxara bilirsən və bazardakı çatışmazlıqları da görə bilirsən. Ona görə yəni hər bir marketoloq mövqeyindən asılı olmayaraq həm müəssisənin texniki xüsusiyyətlərini də bilməlidir, həm də satışda mütləq vaxt keçirməlidir. Aydındır. Minnətdaram sizə. İşinin adamı. Əziz dostlar, sürətlə efirimizin vaxtı irəliyir. Yenə deyirəm, artıq son sualımızı ünvanlamaq niyyətindəyəm Arzu xanım. Bizdə isə daha bir ənənə var. Sonda qonağa bu sual ünvanlanır. Əziz qonaq, sizin proqram müddətində hansı sualı eşitmək istədiniz, amma eşitmədiniz? O sualı aparıcı vermədi. Bu hansı sualdır? Demirəm ha qəsdən. Savadı çatmayıb. Özümü deyirəm. Əslində demək olar bütün mövzuların üzərinə biz Keçdik. Qısa bir vaxtda özümüzü təqdim etdik. Düşünməzdim ki, elə bir sual qaldı. Əla. Onda görüşənə qədər deyirəm. Təşəkkürlər. Bizi sizin komandadan kimsə eşidirsə və ya dinləyirsə, hər birinə salamımız olsun. Çox sağ olun. Rəhbər heyətiniz başda olmaqla bütün komandaya, yəni alqış, əhsən, təşəkkür və vətəndaş olaraq mən bunu deyirəm. Çalışın, yaradın, həm dünyada daha da tanısınlar Azərbaycanın adıdır. Var olasınız, minnətdarıq. Bizim efirimiz isə davam edir. Nəzərinizə çatdıraq ki, qonağımız Arzu xanım Salmanlı idi. Qardaşlar Mebel Qapalı Səhmdar Cəmiyyətinin marketinq və kommunikasiya departamentinin direktoru.